Mən hər şeyi bilirəm deyə bilmərəm. Bugün hardasa makler, vasitəsi, realtor deyəndə dələduz formada baxırlar ki, hər sahədə olduğu kimi bu sahədə dələduzlar var. Elə vasitəçilər var ki, onların ümumiyyətlə bir ofisi belə yoxdur. Bank işçiləri var, müəllimlər var, digər şirkət işçiləri var ki, bugün hamı əmlakçıdır. Yəni, kimi biz danışdırsaq, hamının bu sahədə bir anlayışı var, sadəcə bilir ki, filan kəs evini satır. Ümumi olaraq daşınmaz əmlak bazarında bugün vəziyyət necədir? Bir onu analiz edərdik. Ümumi vəziyyət sizi qane edirmi bir əmlakçı olaraq, bir ekspert olaraq? Əmlakçıların qiymətinin artması torpaq sahələrinin azlığı ilə əlaqədardır və sənədli çıxarışlı torpaq sahələrinin qiymətlərinin yüksəlməsi. Çıxarışsız torpaq sahələri adətən satışı ağır olur və indiki vəziyyətdə demək olar ki, satışı mümkün deyil. Çıxarışlı torpaqların sayının az olması, tikinti təyinatlı, binaların tikilməsi üçün torpaq sahələrinin olmamağı qiymətlərin bahalaşmağına gətirib çıxardır. Söküntülər zamanı söküntülərə nəzər salsaq, söküntüyə düşən ərazilərdəki mənzil sahibləri söküntü qiymətinə, gələcəkdə o binanın yerində tikiləcək binada 1 kvadrat metri neçəyə satılacaqsa o qiymətlərlə öz mənzillərini təklif edirlər. Yəni, bu da süni qiymət artımı, yəni dedikdə bunu nəzərdə tutulur. Qiymətlərin bahalaşma səbəblərindən əsas biri də odur. Onların statistikasını biz aparırıq. Bilirsiniz, bəli. Təkcə Bakıdadır. Təsdiq, yəni. Aktiv elan verənlər, aktiv realtor fəaliyyəti ilə məşğul olanlar ölkə üzrə mən deyərdim ki, bəlkə də 15 min üzərindədir. Bölgələrdə ümumi götürəndə. Bölgələrdə azdır, ümumi götürsək, daha çox Bakı, Xırdalan, Sumqayıt, yəni daha çox bu şəhərlərdədir, daha çox. Məsləhət odur ki, öyrənmək lazımdır. Yəni, heç kim əmlakçı olmayıb, hər kəs bir sahəni sonlandırıb bu sahəyə başlayıb. Yəni, mən özüm ehtiyatlı olan zabitəm. Artıq 8 ildir ki, bu sahə ilə məşğulam. Sizi bu sahəyə, əmlak bazarına çəkən nə oldu? Elə o dələduzlar. Özümə ev axtaran zaman hərbidən ehtiyata buraxılanda dələduzlara ilişdim, Əcəm metrosunun yaxınlığında. Ondan sonra qərar verdim ki, bu sahəni seçməliyəm və öyrənməliyəm. 1 il vaxtımı aldı mənim bu sahəni öyrənməyim və hələ də hər şeyi bilirəm deyə bilmərəm. Çünki gündəlik olaraq yeni MTK-lar çıxır, yeni tikintilər formalaşır, yeni inşaat materialları çıxır. Yəni, mən hər şeyi bilirəm deyə bilmərəm. Amma bugün sosial şəbəkədə o yeni başlayanların aktiv olma səbəblərindən biri sosial şəbəkələr ciddiyyəti tam qəbul etmir. Biz hansısa bir ciddi bir video paylaşaq və gülünc hədəfinə çevrilən bir video paylaşaq, baxarıq ki, o gülünc hədəfi ilə çəkilən videolar daha çox izlənir, daha çox məşhurlaşır. İzləyicilər şoya daha çox maraqlıdır. Amma iş olaraq həmin o ciddiyyət daşıyan videolar, o əmlakçılar daha gözəl nailiyyətlər əldə edir. Nur müəllim qeyd elədi, 15 mindən çox bugün vasitəsi var. Elə vasitəçilər var ki, onların ümumiyyətlə bir ofisi belə yoxdur. Bank işçiləri var, taksi sürücüləri var, müəllimlər var, digər şirkət işçiləri var ki, bugün hamı əmlakçıdır. Yəni, kimi biz danışdırsaq, hamının bu sahədə bir anlayışı var, sadəcə bilir ki, filan kəs evini satır. Yəni, o adla da aparır, göstərir, durur kənarda, heç bir sənədləşmə ilə maraqlanmır, heç bir sənədin üzərinə getmir, heç bir araşdırma aparmır. Yəni, tövsiyəm odur ki, bu sahə ilə məşğul olmaq istəyənlərə əvvəlcə hansısa bir bilik səviyyəsinə yiyələnsinlər. Nur müəllim qeyd etdi, Realtorlar Asosiasiyası fəaliyyətə başlayıb, onun da tərkibində əmlakçı kursu var. O kursa getməklə 3-4 ay ərzində öyrənib, daha sonra başlasalar, daha gözəl uğurlar əldə edərlər və bizim sahənin də, əmlakçı peşəsini də bir az-çox hörmətə minər. Yəni, bugün hardasa makler, vasitəsi, realtor deyəndə dələduz formada baxırlar ki, hər sahədə olduğu kimi bu sahədə dələduzlar var. Hansı ki, xarici ölkələrdə ən prestijli sahədir. Ən hörmətli sahədir. Hər kəs də bu işi işləyə bilməz. Əslində, ən gəlirli sahələrdən də biridir. Sadəcə olaraq burada hər kəs öz istədiyi formatda, istədiyi formada təqdimatlar etdiyi üçün artıq insanların gözündə biraz ucuzlaşıb bu sahə. Təşəkkür edirəm hər üçünüzə gəldiyiniz üçün və dəyərli fikirlərə görə. Düşünürəm ki, bugün ümumi əmlak bazarla bağlı tamaşaçılarımıza müəyyən qədər informasiyalar çatdıra bildik və sizin vasitənizlə maarifləndirə bildik. Və proqramımızın artıq yekunudur, əziz tamaşaçılarımız. Yekunda isə təbii ki, hər həftə olduğu kimi bizim bir neçə sujetlərimiz var, onları izləyəcəksiniz.
Və bu həftəlik sağollaşırıq. İnşallah qismət olarsa növbəti həftə yenə Baxımlı kanalının efirində 16:00-da biz sizinlə bərabər olacağıq. Özünüzə yaxşı baxın.